Səlcuqlu türkdən üz döndərdi, türkü əvəzlədikcə əvəzlədi. Türkə, sözünə, törəsinə, xəyanətə siyasət dedi. Türkü digərləri ilə əvəzlədi, xəyanətə siyasət dedi. Türk boyları, türk bəyləri, türk pirləri, türk apları da Səlcuqludan üz döndərdi. Onu saxtə dili, ordusu dövləti ilə baş-başa buraxdı Monqol Tatar hücumu zamanı. Səlcuqlu dağıdıldı. Özündən üz döndərən Səlcuqlu yeniləmişdi əskərini, yeniləmişdi törəsini. Farsçaydı saray dili, Farsdı vəziri, Farsdı giziri, nə farsçası, nə fars ağaları, nə fars adları dadına yetti. Səlcuqlu məğlub edildi.